Biri deyir ki, görürük də deyirsin dəvətinizi. Neynəmişsiniz 20 ildə? Vallahi. Onlardan. Kör. 20 ildə neynəmiş? Heç nə. Çıx əydə bax da. Namazı harada öyrənmirsən? Bax, əlində namaz var ha, namaz kağızı. Tutub öyrənmirsən. Harada öyrənmirsən? 20 ilin bəhrəsi deyil. 20 il bundan qabaq çıxıb şəhərə bax, indi bax. Gör, bunu ağıllı adam deyər. Deyir, 20 ildir, neynəmişsiniz, deyirsiniz. 20 ildir toyda sağırmışıq, deyir, vahabilərik. 20 ildir. Nəyə görə bizə deyirlər vahabi? Nəyə görə, qardaş? Bax, Azərbaycanda vahabi bizə nəyə görə deyirlər? Çünki biz Muhammed ibn Abdülvahabın yaydığı tohidi, danışdığı məsələləri, yəni əslində onu yox, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm şirkdən, tohiddən danışdığımız üçün bizim adımız vahabidir. Deyir, neynəmişik 20 ildə? Heç nə vahabi olmuşuq 20 ildə, heç nə. Səfi, bilmir. Gör, bunu adam, sağlam adam deyər bunu. Təhlükədir, qardaşlar, vallahi. Yəni, fikir vermək lazımdır. Yəni, neysə, qardaşlar. İxlasla.com saytı tərəfindən təqdim olundu.